Gəlin eksperiment aparaq. Məsələn, mən eşitmə və nitq məhdudiyətli bir şəxsəm. Film, klip izləyirəm. Bu zaman oradakı baş verən hadisələri və hadisələrin içində olan şəxsləri müəyyən gedişata görə, jest mimikalarına görə, dodaq oxumalarına görə rahat başa düşə bilirəm. Həmin hadisələri və gedişatı mənə izah eləmək üçün altdan uzun-uzun altyazılar görürəm. Bu zaman bu mənim üçün daha çətin olur. Çünki eşitmə və nitq məhdudiyyətli şəxslər gündəlik danışıqlarında əsasən elə öz işarə dilimizə daxil olmaqla lakonik, şəkilçisiz və daha az köməkçi nitq hissəli cümlələr qururlar və elə cümlələri başa düşürlər. Düzdür, biz təbii ki, onları düşünərək hər hansı bir videoda altyazı yerləşdirə bilərik. Amma həmin altyazıda olan cümlələr bizim danışıq tərzimizə və həmin filmə, klipə görə əks edildiyinə görə həmin insanların, yəni eşitmə və nitq məhdudiyətli şəxslərin o cümlələri tam şəkildə başa düşməsi və eyni zamanda hadisələri izləməsi biraz daha çətin olur. Bunun yerinə əzəldən bəri öyrəşdiyimiz görüntünün yanındakı qısa şəkildə tərcümələr daha düzgündür. İndi deyirsiniz ki, bəs hər iki görüntü onların fikrini yayındırmır? Qəti şəkildə. Çünki birinci görüntü hadisənin gedişatı, ikinci görüntü onun səsidir. Zaten onların danışığı və nitqi bunların əsasında qurulub. Hadisəni əks etdirən və təsdiqləyən görüntü və hərəkətlər onlar üçün daha rahatdır. Nəinki uzun, çətin və bol köməkçi nitq hissəli şəkilçili cümlələr.